Alıb görsən, yumaq lazımdır, hə. Özüm ya bilmirəm, qardaş. Mən belə bilsəydim əldə ol gələrdim, rəhmsiz oldu. Mən evdə yemək yemirəm. Ən çox bütün gün çəkiliş, yardım, çöldə dönər, mədəm xəstədir. Elə şeylər. Bu da böyle xaşdır, hələ onunla Bu əslində sən kasıb həyat yaşırsan, qardaş. Qardaş, kasıb həyat sənizə, deməzdim kasıb həyat. Mən məsəl üçün necə başlasam? Yenə deyirəm, lüks şeyləri sevirəm, bahal yerlərdə oturmağı sevirəm. Sevirəm, yerim kasıb yerində oturum və yaxud nəsə. Amma bir maşının, bir evin genişliyini xoşdur. Mesela mənim de evim balaca ev deyil, 3 mərtəbədir. Bir evim var, bir maşın, həyatda heç sənin yoxdur. Bir evin genişliyini sevirəm. Bir də ki, maşının normalisidir. Maşının da böyle, bahalı maşın deyil. Yox, o hər insanın haqqı deyil. Yəni bir dənə onu sevirəm. Yəni başqa mən qalıb belə, bax. Ayda. Bu reallıqdır da, yəni. Onu özün yiyorsan. Hava yemişəm, bişirmişəm, hə. Qalıb görsən, yumaq lazımdır, hə. Özüm